Üç bürc üçün stres və maliyyə narahatlıqlarının azalmağa başladığı bir an gəlir. Astrobürc TV milli.az-a istinadən xəbər verir ki, narahatlığı buraxıb, sülh, özünə inam və harmoniyanı qəbul etməyin vaxtıdır. Stresin ağırlığını daşımaq çətindir və bir çoxumuz gündəlik həyatdan yorğunluq hiss edirik. Bəli, həyat gözəldir, amma eyni zamanda çox tələbkar və stresli ola bilər. Neptunun birbaşa hərəkəti kimi astroloji keçidlər daxili resurslarınızdan istifadə etməyə və çətinliklər qarşısında güclü qalmağa kömək edir. Artıq bu keçidin enerjisi aktivləşir və maliyyə problemləri həll olunmağa başlayır. Qızlar üçün Neptunun birbaşa hərəkəti maliyyə korluğunu aradan qaldırır. Bugün harada səhv etdiyinizi anlamağa və çətin vəziyyətləri həll etməyin yolunu görməyə kömək edir. Konkret hərəkətlərə və biliklərə diqqət yetirin. Araşdırma, məlumat və mütəxəssis məsləhətləri uğrunuzun açarı olacaq. İndi keçmiş səhvlər üzərində düşünməyin mənası yoxdur. Burada və indi hərəkət etmək vacibdir. Maliyyə çətinlikləriniz tədricən azalır və irəliləməyə hazırsınız. Əqrəblər iş və layihələrlə bağlı maliyyə qeyri-müəyyənliyi dövrünün sonunu hiss edəcəklər. Neptunun birbaşa hərəkəti enerjinizi tükəndirən işləri tamamlamağa və yeni gəlir imkanlarına yol açmağa kömək edir. Özünə inamınızı bərpa edir və hərəkətlərinizi aydın şəkildə başa düşürsünüz. Qərar qəbul etmək və gələcək üçün planlaşdırma üçün əlverişli zamandır. Maliyyə narahatlıqlarınız aradan qalxmağa başlayır və stres azalır. Balıqlar üçün rahatlıq və stresin azalması başlayır. Neptunun birbaşa hərəkəti çətinliklərin tezliklə geridə qalacağını və həyata və özünüzə baxışınızda dəyişiklik etməyin vaxtı olduğunu göstərir. Negativliyi buraxmaq və müsbət baxışa diqqət yetirmək vacibdir. Özünə inam və özünə qulluq enerjisini bərpa etməyə kömək edəcək və sizi çətinlik çəkən maliyyə problemləri də tədricən yox olacaq. Bu yeni mərhələni qəbul etməyə və rahatlıq hissi keçirməyə hazırsınız.